Hava şəraitinin dəyişəcəyi ilə bağlı detallı xəbərdarlıq açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində havanın dəyişəcəyi, həftənin sonu daxil olmaqla əlverişsiz olacağı, şimal-qərb küləyinin güclü əsəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında martın 19-dan 23-nədək şimal-qərb küləyi saniyədə 23-25 metrə qədər sürətli əsəcək, yarımadanın bəzi yerlərində hətta saniyədə 30 metrə qədər güclü olacaq. Arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Azərbaycan rayonlarında martın 18-dən 19-na keçən gecə şimal və qərb rayonlarından başlayaraq 24-ü gündüzədək hava şəraitinin qeyri-sabit yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, hətta dağlıq rayonlarda sulu qar yağacağı ehtimalı var. Külək saniyədə 30 metrə qədər güclü əsəcək. Çaylarda sululuq artacaq, bəzi dağ çaylarından qısa müddətli sel keçə bilər. İstənilən hava şəraitində sizə xoş əhval-ruhiyyə, bol ruzi-bərəkət arzu edirik. Süfrələrimizin vazgeçilməzi və qida rasionumuzun ən önəmli qidalarından biri olan bal məhsulları haqqında danışmaq istəyirəm. Arıçı Vidadinin cənub bölgəmizdə yetişdirilən bal məhsulları çox faydalıdır, qatqısızdır və tam təbiidir. Mütləq zəng edin 051 546 39 39 nömrəsi ilə əlaqə saxlayın. Arıçı Vidadi şəxsən özü cavab verəcək və istədiyiniz bal məhsulunu sizə çatdıracaq. Onda qeyd edək ki, bütün bölgələrimizə çatdırılma pulsuzdur. Elə indi zəng edin.